Salam dostlar, mən doktor Ramil Nadırov sizlərə öd daşı xəstəliyi haqqında məlumat vermək istəyirəm. Bildiyiniz kimi, öd daşı öd hissəsində yerləşir və ultrases müayinəsi vasitəsilə aşkar edilir. Öd daşı olan xəstələr oruç tuta bilərlərmi? Bu çox təhlükəlidir. Əgər kimdəsə öd daşı varsa, yaxşı olar ki, oruç tutmaqda biraz diqqətli olsunlar və iftar zamanı daha aramlı yemək yesinlər. Yəni fasilələrlə, birdən-birə çox yemək yeməsinlər. Əgər birdən-birə çox yemək yeyərlərsə, bu halda öd hissəsi pristupları müşahidə oluna bilər və öd hissəsindəki olan daşlar həyatın müəyyən bir etapında pristup vermə ehtimalı vardır. Amma bəzən öd hissəsində olan daşların olmasına baxmayaraq, xəstələrdə ağrı olmadığı üçün doktor lal daşdır, mənə incitmir və mən niyə bunu əməliyyat etdirməliyəm sualları verirlər. Xatırlatmaq istəyirəm ki, xəstəliyin əlaməti təkcə ağrının olması demək deyildir. Ağrı yoxdursa, insan özünü xəstə hesab etmir. Bu, əslində çox yanlış bir yanaşmadır. Çünki xəstədən bir çox əlamətləri soruşulan olduğunu vurğulayır. Amma bunun olmasına baxmayaraq, həmin xəstəliyin, həmin daşların lal daşı olmasını düşünürlər. Yəni, xəstənin ağzında acı dadın olması, köpün olması, sağ qabırğa altında küt ağrıların olması, ağrının kürək arasına vurması, bu kimi əlamətlərin olmasına baxmayaraq, bu insanlar kəskin pristup şəkilli ağrı olmadığı üçün həkimə müraciət etmək istəmirlər və qeyd etdiyim kimi birdən-birə çoxlu həcmdə yemək yedikdə həmin daşlar pristup verirlər. Əgər pristup vermədiyi dönəmdə xəstələr müraciət edərlərsə, bu əməliyyatların müddəti çox qısa olur və atravmatik keçir. Əməliyyatdan qısa zaman ərzində bizim xəstələr öz ofis işlərinə geri dönüş edə bilirlər. Bu xəstələrdən bir dənəsini xatırlayıram ki, əməliyyatın səhərisi günü işə çıxdığı vurğulamışdır. Əgər sizdə və ya yaxınlarınızda öd hissəsində daş varsa, tam əminliklə bizə müraciət edə bilərsiniz. Əgər öd hissəsində daş olub da əməliyyat olunmasa nə ola bilər doktor deyilən suallar var. Bu suallara da aydınlıq gətirmək istəyirəm ki, əgər öd hissəsində daş varsa, bu daşlar uzun müddətdən sonra öd hissəsinin xərçənginə, öd hissəsinin deşilməsinə, kəskin daşlı xolestin yaranmasına, öd hissəsi deşilərsə öd peritonitinə və s. ağırlaşmalara səbəb ola bilər. Bu isə çox ciddi həyati təhlükəli olan fəsadlardır. Bəzən öd daşları o qədər böyüyür ki, öz ağırlığından dolayı öd hissəsini deşir, öd hissəsinin yanaşı nazik bağırsaqlarda deşərək nazik bağırsağa keçirlər və bağırsaq keçməməzliyi əlamətləri də verə bilər. Bu hallar heç kimə lazım deyil. Ona görə sizdə və yaxınlarınızda öd hissəsində olan daşlar aşkar edilibsə, zamanında ağrı verməyi gözləməyin, doğru bildiyiniz mütəxəssisə müraciət edin. Diqqətiniz üçün sağ olun.